Salam değerli abituriyentler. Bugün 10 may tarixində OTK-nın keçirmiş olduğu birinci qrup üzrə sınav imtahanının suallarına baxacaq. Videoya keçməzdən əvvəl videomu bəyənib kanalıma abunə olmağı unutmayın. Gəlin başlayaq. Bir nömrəli sualda bizə deyir ki, səs dalğası bir mühitdən digərinə keçdikdə sürəti 2 dəfə azalarsa dalğa uzunluğu. Dalğa uzunluğu sürətlə düz asıdır və lambda bərabərdir V böl T və yaxud V vur T və yaxud da V böl N-yə görə. Düz asılı olduğu üçün bir mühitdən digərinə keçəndə əgər sürət 2 dəfə azalıbsa, deməli dalğa uzunluğu da 2 dəfə azalır. Lakin tezlik, period bu kəmiyyətlər istəyir mexaniki dalğa olsun, istəyir elektromaqnit dalğası olsun, qiymətləri dəyişmir. Yalnız bir mühitdən digərinə keçəndə sürət və lambdanın qiyməti dəyişə bilər. Cavab olur B variantı. 32. Şaquli istiqamətdə aşağı hərəkət edən liftin sürətinin modulunun zamanda asılı qrafiki verilmişdir. Liftdə olan cismin qrafikin birinci hissəsinə uyğun çəkisi 60 Newton olarsa, ikinci hissəsinə uyğun çəkisini hesablayın. Uşaqlar, bu lift deyir aşağı hərəkət edir. Mən buna bir dənə şəkil çəkirəm. Baxın, belə bir lift çəkirəm və fərz edirəm ki, aşağıya doğru gedir. Yəni V sürətindən aşağı. Birinci hissəsində yeyinləşən hərəkət etdiyi üçün təcil də aşağı olur. Qüvvələrimi göstərsəm, aşağı mc, yuxarı T gərilmə. Böyük qüvvəm mc-dir, çünki təcillə eyni istiqamətdə yönəlib. Mc çıxılsın P bərabər edərəm M-aya. P-ni buradan taparam mc minusa. Qeyd edim ki, bunu bizə verib. Mc minusanı bizə verib 60 Newton. Mən buradan bir dənə təcili də tapım. V var, V0 var. Ondanı tapanda 8-i bölərəm 2-yə, təcili 4 taparam. Gətirib burada yerinə qoysam, kütləni veribmi? Kütlə yoxdur. Qalır yerində. J 10'dur. Çıxıram təcil 4'dür. Bu bərabər edirəm 60'a. Buradan da M-i 10 kiloqram tapıram. Daha sonra ikinci halda çəkini istədiyi üçün ikinci halda yavaş-yavaş hərəkət edir. Ona görə təcil yuxarı olur. Bu zaman böyük qüvvə T gərilmədir. T-dən mc-ni çıxıb M-aya bərabər edirəm. Onda buradan P çəkini tapanda M J plus A alıram. Gətirib hamısını yerinə qoysam kütləni 10 kiloqram tapmışam. J 10'dur. Təcil də yenə V çıx V0 böl T'yə görə 2 alınır. 12'ni də ona vuranda bizə 120 Newton verir. Yəni cavabı götürərəm 120 Newton Y variantı. Burada. Burada təcil fikir vermədim. İkinci halda təcil fərqidir. Fikir verin. Burada 8'dən gəlib bura düşür. Təcil 4'dür. Mən niyə bura 2 qoydum? 4'dür. Bu da bizə verir 140. Cavab A variantı olur. Keçək 33 nömrəli suala. Hansı qrafik sabit temperaturda doyan su buxarının təzyiqinin həcmindən asıllığını ifadə edir? Sabit temperatur sabit isə təzyiq sıxlıq konsentrasiyada doyan su buxarında asılı olmur. Yəni cavab olur C variantı. 34. 1-2 lampalar sabit cəryan dövrəsinə, 3 və 4 lampalar isə dəyişən cəryan dövrəsinə qoşulmuşdur. Hansı lampalar deyir bizə? Çözərər. Deməli, uşaqlar, mən baxıram nəyə? Birinci növbədə el sarğacından cəryan keçə bilir. Buradan da keçir, dəyişən cəryan dövrəsində tutumdan da cəryan keçir. Lakin sabit cəryan dövrəsində kondensatorun tutumundan cəryan keçmir. Cəryan keçmədiyi üçün də həmin hissədə lampa çözərə bilməz. Ona görə cavab 1, 3, 4 olur. D variantı. 35. Maqnit sahəsinin induksiya xətlərinə perpendikulyar istiqamətdə hərəkət edən naqilin uclarındakı ehiqi hansı kəmiyyətlərdən asılıdır? Epsilon düsturu var, BV sinüs alfa. Burada baxıram, naqilin uzunluğundan, bəli, asılıdır, birlər gedər. Naqilin ən kəsin sahəsindən sahə varmı? Yoxdur. Deməli, asılı deyil. İnduksiya vektorunun modulundan bəli asılıdır. Cavab olur B variantı. 36 nömrəli sual. Linzanın optik qüvvəsi cisimdən linzaya qədər olan məsafədən necə asılıdır? Optik qüvvənin düsturu 1 böl F-dir. Bu iki kəmiyyət yalnız bir-birindən asılıdır. Qalan heç bir kəmiyyətdən asılı deyirlər. Ona görə cavab olur C variantı. 37. Üfüqi yolda yalnız sürtünmə qüvvəsinin təsiri ilə hərəkət edən cismin tormuz yolu nədən asılıdır? Birinci növbədə tormuz yolu, tormuz müddəti heç vaxt kütlədən asılı olmur. Ona görə də kütlədən asılıqlar olmadığı üçün 3'ü başdan atarım. Cismin başlanğıc sürətindən bəli, S tormuz bərabərdir. V0 kvadrat böl 2 adı. A-nı da müjə ilə aça bilərəm. 2 müjə. Buradakı kəmiyyətlərin hər ikisindən V0'dan da müdən də asılı olduğu üçün 1, 2 götürərəm. Yəni cavab olar B variantı. 38. Hansı qurğu bir tərəfli keçirici xassəsinə malikdir? Yarım keçirici diod və vakuum diodu. Vakuum diodu yoxdur, amma yarım keçirici diod var. Cavab olur D variantı.
39. Sabit maqnitlərin qütbləri arasındakı bir cism maqnit sahəsinə daxil olan proton hansı istiqamətdə meyl edər? Proton həmişə bilir ki, B induksiya vektoru n-dən isə doğru yönəlir. N-dən isə doğru. Bu bizim B induksiya vektorumuzun istiqamətidir. Və proton da müsbət yükü zərrəcikdirsə, bunu sol əl qaydasına görə tapsam, 4 barmağım sürət istiqamətdə B ovuca daxil olsa, o zaman bizdən şəkil müstəvisinə doğru bir qüvvə təsir edər. Əgər əl qaydasını tutsam, B induksiya vektoru baxın, yuxarıdan aşağıya doğru gəlir, ovucumu belə tuturam. 4 barmağım sürət istiqamətdə gedir, onda baş barmağım bizdən şəkil müstəvisinə doğru. Keçək növbəti suala. 40 nömrəli sual. Cismin vakuumdakı çəkisi 120 Newton. Bu cismin sıxlığı onun sıxından 3 dəfə kiçik olan maye tam batırıldıqda çəkisi nə qədər olar? Baxın. Cismin sıxlığından 3 dəfə kiçik olan maye. Yəni rho maye bərabərdir. Rho cisim bölünsün 3 yazaram. Yazaram ki, P bərabərdir. P istər məndən. P0 çıx F Arximed. F Arximedi açaram. P0 çıx. Rho maye vurulsun, M bölünsün, rho cisim vur J. P0 da MJ ilə açırıq və mötərizə xaricdən çıxardırıq. MJ vurulsun, mötərizədə 1 çıxılsın, rho maye bölünsün, rho cisim vur, belə alaram. MJ-ni də yerinə P0 qoyaram, vurulsun, 1 çıxılsın, rho maye bölünsün, rho cisim. Gətirək indi verilənlərin hamısını yerinə qoyaq. Deməli, P0 120 verib. Vurulsun, 1 çıxılsın, rho mayenin yerinə rho cisim böl 3 qoysam rho cisimdən gedər. 1 çıxılsın, 3də 1 alınır. Bu da mənə 3də 2 verər. 3də 2 vurulsun 120. 240-ı da 3-ə bölsəm 80 düşər. Yəni cavabı götürərəm A variantı. 41. Rəqs konturunda baş verən sönməyən elektromaqnit rəqsləri zamanı QM omega ifadəsi ilə, əlbəttə ki, İM. Cəryan şiddətinin amplitud qiyməti tapılır QM omega düsturu ilə. Yəni A variantı. Keçək növbəti suala. 42. Kütləsi 2 kiloqram olan cisim bir düz xətt üzərində yerləşən 2 qüvvənin təsiri ilə 4 metr bölü saniyə kvadratı təcili ilə hərəkət edir. Cismə təsir edən qüvvələrdən biri şəkildə göstərilmişdir. İkinci qüvvənin modulu nəyə bərabərdir? Birinci növbədə gəlin biz əvəzləyici qüvvəni tapaq. F əvəzləyici bərabərdir M ilə. Kütlə 2-dir, təcil 4-dür. 8 verir. Və fikir verirsinizsə, təcil böyük qüvvə istiqamətində yönəlir. Deməli, böyük qüvvəm F1-dir. Onda F əvəzləyicini tapanda F1-dən deməli F2-ni çıxmışam. F1 20-dir. Çıxılsın F2 bərabərdir. Əvəzləyicimi də 8 almışam. Onda F2-ni də buradan 12 Newton tapıram. Yəni cavabı götürərəm A variantı. Keçək 43 nömrəli suala. Deyir, düz xətt üzrə hərəkət edən cismin impulsunun dəyişməsi modulunun zamanda asılılıq qrafiki verilmişdir. Ədədi qiymət alfa bucağının tangensi. Uşaqlar, qrafikdə verilənlərin nisbəti həmişə tangens alfa götürülür. Yəni delta P-nin T-yə nisbətinə bir tangens alfa desəm, onda bu delta P-nin düsturu nədir? F-T-dir da. F-i buradan tapsam, delta P bölünsün T alaram. Yəni bu tangens alfa nəyə bərabərdir? Qüvvəyə. Qüvvənin vahidi nədir? Newton. Cavabı götürərəm A variantı. Keçək 44 nömrəli suala. Deyir ki, bir cism maqnit sahəsində uzunluqları eyni və en kəsiklərin sahələri S1 bərabərdir, S2 bərabər 2S olan 2 nixron məftil yerləşdirilmişdir. Məftillərə maqnit sahəsində təsir edən amper qüvvələr arasındakı hansı münasibət doğrudur? Bir cism maqnit sahəsində induksiyaları eynidir, onda S üçün yazmalıyam. Belə bir şey yazaram. F amper bərabərdir IBL. Buradan i-ni açaram, U bölü R-lə. Vurulsun BL. Onsuz paralel birləşmədə ular eynidir. B induksiyalar eynidir, uzunluqlar da eynidir. Onda F amper R-dən tərs asıdır. Onda belə yazaram ki, F1-in F2 olan nisbəti bərabərdir. R2-nin R1-ə nisbətinə. R-i də açaram, rho L bölü S-lə açaq. R-i rho L bölü S-lə açanda S R-dən tərs asılı olur. R2-nin R1-ə nisbəti də S1-in S2-yə nisbətidir. S1 S-dir, S2-də 2S-dir. Bunlar gedir. F2 bərabər 2F1 tapıram. F2 bərabər 2F1-də də cavabı götürərəm Y variantı. Gələk 45 nömrəli suala. Bir cism çubuq şəkildə kimi üfüqi vəziyyətdə tarazlıqdadır reaksiya qüvvəsi. Birinci növbədə çubuğun kütləsini tapaq. Tən ortadan aşağıya doğru bir mj ağırlığı endirirəm. Mj-nin qolu 1-dir, bərabər edirəm 100 Newton qolu 2-dir. Buradan mj-nin çubuğun ağırlığını 200 tapıram. Aşağıya 100-dür, bir də aşağıya 200 Newton tapdım. Bu ikisinin cəmi də reaksiyaya bərabərdir, o da 300 Newton edir. Cavabı da götürərəm B variantı.
Keçək 46 nömrəli suala. Cədvəldə verilmiş kütləli ideal qazın iki müxtəlif halına uyğun təzyiq, temperatur və həcminin qiymətləri verilmişdir. Boş xanaya uyğun temperaturun qiymətini hesablayın. Baxın, burada P-nin qiyməti var, V-nin qiyməti var. Yazaram PV bərabər nöqtə T. Buradan nöqtəni taparam birinci hal üçün. PV bölünsün T-dən. PV-m 200'ü vururam 6'ya, bölürəm 300'ə. 206'ya vuranda 1200 edir. 300'ə də böləndə 4 düşür. Daha sonra ikincidə gətirib yerinə qoyub T-ni taparam. PV bərabər nöqtə yazıram. Buradan da T-ni tapanda PV-ni bölməliyəm nöqtəyə. İkinci cədvəldə PV-m 302'yə vururam 600 edir. Nöqtəni də 4 tapmışam. 600'ə də 4'ə bölsəm 150 Kelvin alaram. Yəni cavab olur C variantı. Gələk 47 nömrəli suala. Sükunət vəziyyətindən düz xəttlə hərəkət edən cismin yer dəyişməsi modulunun zamanda asılılıq qrafiki verilmişdir. Bu cismin ikinci saniyədəki yer dəyişməsini hesablayın. N-ci saniyədəki yer dəyişmədən söhbət gedir. Sükunət vəziyyətindən V00'dır. Mənə təcil lazımdır. S var 18, zaman var 3. Gəlin təcili tapaq. S bərabərdir AT kvadratı bölünsün 2-dən. 18 bərabərdir. A vurulsun 9 bölünsün 2'yə. Onda A-nı buradan 4 taparım. Təcili 4 tapandan sonra N-ci saniyədə gedilən yol düsturunda V00'dır. A vurulsun S-ni tapıram. 2n-1 bölünsün 2. Bərabərdir. A-nı 4 tapdım. 2n'im, N-ci saniyəm, ikinci saniyəni soruşur. 2'ni 2'yə vururam 4, 1 çıxıram 3, bölürəm 2'yə. Bu da mənə 6 verir. Yəni cavabı götürərəm C variantı. 48 nömrəli sual. Verilmiş müstəvi kondensatorun lövhələr arasındakı gərginliyi 2 dəfə artırdıqda enerjisi. W bərabərdir. Verilmiş müstəvi dediyi üçün C kvadratı böl 2 yazıram. Buradan da gərginliyə əgər 2 dəfə artıramsa başında kvadrat var. Enerji 4 dəfə artmalıdır. Cavabı götürərəm Y variantı. 49. Düz bucaqlı şüşə lövhə üzərinə perpendikulyar istiqamətdə müxtəlif rəngli monoxromatik şüalar düşür. Hansı rəngli şüaların şüşə lövhədə yayılma sürəti daha böyükdür? Monoxromatik şüalar düşəndə sıralamanı yazsaq, qarı nənə 80 yaşında, məxmər gülə bənzər. Yuxarıdan aşağıya doğru plana görə getsək daha doğru olar. Tezliklə yox. Yuxarıdan aşağıya doğru getdikcə sındırma əmsalı artır. V də bərabər C böləyinə görə sındırma əmsalı artırsa sürət azalır. Yuxarıdan aşağıya doğru sürət azalırsa ən böyük sürət qırmızıda olacaqdır. Yəni cavab olur Y variantı. Gələk 50 nömrəli sual. Deyir ki, Euler-Venn diaqramında verilmiş kütləli ideal qaz üzərində gedən proseslərə uyğun bəndləri müəyyən edin. Hər ikisində qızma prosesi olduğu üçün hər ikisində temperatur artır deyə daxili enerji də artır. Sıxlıq azalır deyir. İzobar prosesdədir. Çünki izoxorda sıxlıq konsentrasiya dəyişmir. Təzyiq sabitdir. İzobardadır yenə. Konsentrasiya sabitdir. İzoxordadır. Molekuların orta kinetik enerjisi artır. Hər ikisindədir. 2, 3, 4, 1, 5. Cavabı götürərəm B variantı. Gələk 51 nömrəli suala. Zərrəcin yükünün kütləsinə nisbəti. Yükünün emə nisbəti xüsusi yükə bərabərdir. Yəni Y variantı. 52. Radiusu R olan şüşə kapilyar boruda qalxan mayenin kütləsi M-dir. Eyni mayeye radiusu 2R olan şüşə kapilyar boru daxil etdikdə M bərabərdir P bölünsün, F bölünsün J-dir. F-i də sigma L ilə atsam, bölərəm J-yə. L-i də 2 pi R ilə atsam, əgər belə alaram. 2 pi R sigma böl J. Kütlə radiusundan düz asıdır. Ona görə də radiusa 2 dəfə artırıramsa, kütləm də 2 dəfə artmalıdır. Olar 2. Yəni 52-də cavab olur D variantı. 53. Maddədə radioaktiv nüvələrin sayının zamanda asıllıq qanunu şəkildədir. Radioaktiv maddənin yarımçevirmə periodunu hesablayın. Gəlin hesablayaq. Deməli, bizə burada T-ni verib bizə, kiçik T-ni, -0,5 T-yə bərabərdir və bizdən yarımçevirmə periodunu istəyir. Burada belə bir şey edə bilərik ki, nə deyir burada bizə? Radioaktiv nüvələrin yarımçevirmə periodu M bərabərdir. Düstur N0 vurulsun, 2'nin üstü -T bölünsün böyük T-dir. Deməli, burada da -T bölünsün böyük T-ni bizə -0,5 T veribdir. Bu ikisini bərabərləşdirsəm, buradan bunlar gedir, T-lər gedir. Onda periyod tapanda 1/0,5 alıram. Yəni bunu da çəkəndə onu 5'ə böləndə 2. Deməli, yarımçevirmə periyodum 2'yə bərabərdir. Keçək növbəti suala. 54. İnduksiya xətlərinə perpendikulyar istiqamətdə bir cism sahəsinə daxil olan 2 proton üçün hansı fiziki kəmiyyətlərin qiymətləri eynidir? Bir cism sahəsinə daxil olur. Baxıram ki, sürətlər fərqlidir, ona görə kinetikləri fərqli olacaqdır. Bunu götürə bilmərəm.
tezliyin düsturu n bərabərdir QB bölünsün 2pmdir. Baxıram ki, hər ikisi eyni zərrəci olduğu üçün kütlələri və yük ədədləri eynidir və birinci elektrik maqnit sahəsinə daxil olduğu üçün induksiya da eynidir. Onun üçün tezlik dəyişmir. Lorentz qüvvəsi QVB sinus alfadır. Sürətdən asılıdır, dəyişəcək. Bucaq sürət asılı deyil. Bucaq sürət də bərabər olacaq. Keçək növbəti suala. Sxemlərdəki ampermetrlərin göstərişlərinin nisbəti nəyə bərabərdir? Bu sual topuda da var. Sarğac qoşulduğu üçün yazmalıyam ki, IM1 üçün yazaq. UM bölünsün XL. XL də omega L-dən açıram. UM bölünsün omega L. Gətirib yerinə qoysam, UM 100-dür. 100 bölünsün omega L qalır sadəcə. IM 2 üçün isə yazanda UM yenə 100-dür. Bu biri isə 4 omeganı da 2-yə vururam, 8 omega L edir. Bunların da bir-birinə nisbəti, I1-in I2-yə nisbəti mənə 8 verir. Gələk 56. Çevrə üzrə bərabər sürətlər ciddən cismin dönmə bucağının zamanda asılı 4pt radian qanunu ilə dəyişirsə, bu cismin 10 saniyə müddətində dövrlərin sayı fi bərabərdir normalda omega t'dir. Buradan görürəm ki, omega 4pi'dir. Onda omeganın düsturunu yazaram 2pi m bölünsün t bərabər edərəm 4pi'yə. Deməli, buradan da pi'lər ixtisar gedər. Eni tapanda 4t'ni bölməliyəm 2-yə, yəni 40-ı da 2-yə bölürəm, cavabı tapıram 20. Gələk 57. Verilmiş sarğaçdan axan cəryan şiddətini 2 dəfə artırdıqda, verilmiş sarğaç deyir, induktivliyi sabitdir, dəyişməz. Maqnit sahəsinin enerjisi L kvadrat bölü 2-yə görə induktivlik sabitdir, cəryan şiddətini 2 dəfə artıranda enerji də 4 dəfə artır. B. Fi də bərabərdir L-yə görə, L sabitdir, 2 dəfə artanda fi də 2 dəfə artmalıdır. Cavabı götürər, amma 1-ə C, 2-yə B, 3-ə də A variantı gedir. 58. Reostatın sürgüsünün bir nöqtəsindən 2 nöqtəsinə sürüşdürdükdə ampermetrin göstərişi. 1-dən 2-yə sürüşdəndə aktiv hissənin uzunluğu azalır, onda müqavimət də azalır. Əgər müqavimət azalırsa, I bərabər U bölünsün R-ə görə, deməli, cəryan şiddəti artmalıdır. Cəryan şiddəti artırsa, deməli, ampermetrin göstərişi artır. Eta bərabərdir, U bölünsün epsilon vurulsun R-dən, daha doğrusu 100%-dən də. Əgər açsam, belə bir ifadə alıram. 1 çıxılsın, R bölünsün epsilon, vurulsun 100%. Buradan əgər mənim cəryan şiddətimi artırsa, çıxılanı artırıram. Onda fərq azalmalıdır. Faydalı şəmsal azalar. Gələk növbəti suala. 59-da deyir, çıxış 2 elektron volt, metalın enerjisi 5 elektron voltdur. Bizdən deyir, qrafik çəkin. Ümumiyyətlə, fotonun enerjisi bərabərdir. Y kinetik üstəgəl A çıxışdır. Buradan da Y kinetiki tapanda fotonun enerjisindən A çıxışı çıxmalıyım. Yəni 5-dən 2 çıxıb 3 tapıram. Kinetik enerji fotonun enerjisindən düz asılıdır. Amma müəyyən qiymətdən çıxış işinin qiymətindən düz asılır. Bura 3 elektron volt olur. Daha doğrusu 2 elektron volt çıxış işi. Bu nöqtə tapdım kinetik enerjini 3 elektron volt. Ona uyğun fotonun enerjisi isə 5 elektron volt. Baxın, bu şəkildə cədvəlimizi qururuq. 60. Sükunət vəziyyətindən düz xətlər ciddən 2 kg kütləli cismin təcinin modulunun zamanda asılılıq qrafiki vermişdir. 4 saniyə müddətində görülən iş. F bərabərdir MA. Baxın, kütlə var, təcil var. Mən buradan tapıram ki, F 1-ə bərabərdir. Sonra S-i taparam, AT kvadratı bölü 2-dən, V0 yoxdur. A0 onda 5-dir, T kvadratım 16-dır, bölürəm 2-yə. Bu 8 edir, 2-yə böləndə 4 düşür, A da bərabərdir Fs. F1-dir, S də 4-dür, biri də 4-ə vuraram, cavabı 4 jol alaram. Bu şəkildə izah etdim.